Şəhidlər günü 20 yanvar günüdür. Biz şəhidlərimizi anırıq bugün Azərbaycan xalqı olaraq. Bəndəliyin zirvəsi şəhadətdir. Biləsiniz, Allah şəhidləri necə əzizləyir. Onda şəhid ailələri, qəmləri azalar, ürəklərində sevinç gələr. Şəhid anaları bizə baxır, ataları bizə baxır, bilirəm. Şəhidin ruhu bədənindən çıxanda təəccüb elirdi, bu nə əzizlənməkdir. Görür ki, yer göy mənim başıma dolanır, mən neynədim ki, bu can ki onsuz da torpaq altında gedəcəkdi, 10 il tez getdi, bir güllə ilə getdi, daha rahat canım çıxdı. Amma bu qədər neymət, o əzizlənmək var, qarşılanma mərasimi, o bir dəfə olur da şəhid hamı üçün. Cənnətdə həmişə qalacaq, şəhidin neyməti çoxdur, amma o qarşılanma mərasimini, o əzizlənmək, təzdən yaşamaq üçün bir də istəyirəm, canım çıxanda ki, görüm, mələklər çıxdı, biz bilmirik də nədir o. Onu görənlər bilir, Allah onlara nəsib edib, Allah arzusunda olanlara nəsib eləsin.